Hörmətli izləyicilərimiz, biz bu günlərin Azərbaycan Respublikasının ən gözəl rayonu olan Şamaxı rayonunda Sabir qəsəbəsindəyik. Sabir qəsəbəsində qabaqcıl və nümunəvi şagirdlərdən birini sizlərə təqdim etmək istəyirəm. Gözəl bala, adın soyadın nədir? Mahmudova Elvirə balamız, çox gözəl. Gələcəkdə böyüyən hansı peşənin sahibi olmaq istəyirsən? İnşallah arzu edilir gələcəkdə ən yüksək balla tibb universitetindən qəbul olsan, qabaqcıl və nümunəvi həkimlərdən biri olasan. Təkcə Azərbaycanımızda deyil, həm də dünyada tanınmış həkim olmalısın. Nə həkim olmalısın istəyirsən? Cərrah, ürək həkimi, diş həkimi, inşallah, inşallah. İlk müalicə elədiyin insanlar kim olacaqdır? Allah da ömür versin, babasına, nənəsinə də və Allah da heç bir elmi böyüsü eləməsin. Belə bir el məsələ var, deyir, dövlətdə dəvədir, övladda nəvədir və biz sizin haqqında, babası, nənəsinin haqqında da maraqlamışıq. Nəvələrinizin yaxşı təhsil alması üçün, yaxşı gələcəkdə vətəndaş olması üçün əlinizdən gələni əsirgəməyən nənə babalardan birisi sizə uğurlar dilərim, alətlər dilərik. Babasının adınız nədir? Ağasən. Ağasən bəy. Neçə yaşınızdır? 70. Ay maşallah, Allah ömür versin. O gün olsun ki, inşallah bizim gözəl balamızın ali məktəbə qəbul olmağını görəsiniz, universitet tutarmağını görəsiniz. Nə arzulayırsınız nəvənizə? Xoşbəxtlik. Xoşbəxtlik. Dediyim kimi oxusun, savad alsın, həkim olsun, babanın ürəyinə biraz. Muhafizə eləsin. Allah'tan eylesin. Özür dilerim ki babanın ürəyinə istəyət var, unutuyorum. Allah kömək olsun. Nənəsi, sizin adınız nədir? Əminə. Əminə nənə. Siz öz arzularınızı babayla bərabər dediniz, amma istəyirəm yenə deyəsiniz. Nə arzulayırsınız? İstəyirəm ki, bütün nəvələrin hamısı Bəli. içi bu balam qarşı oxusun, Çox gözəl. ali məktəbə qarşı. Çox gözəl, Çağdaş təhsil komandası olaraq mən, Müsal Kəlbəzəri və bizim əməkdaşlarımız Hikmət bəy, Elzan bəy bu günlərin gəlmişik sizinlə bağlı gözəl çəkiliş eləmək. Bu günlər 2025-ci il 1 may tarixidir və inşallah arzu edir ki, bu kadrlara 4 ildən sonra, 5 ildən, 10 ildən, 20 ildən sonra baxanda Elvirə balamız vətənimizin dəyərli vətəndaşı olsun. İnşallah uğurlar dilərik, nailiyyətlər dilərik. Hər zaman vətənin başımız eləsin. Çağdaş təhsil komandası olaraq nailiyyətlər bol olsun. Və biz də Çağdaş komandası olaraq, jurnalist olaraq ancaq uğurlar dilərik. Həyatda bizim arzumuzdur ki, gələcəkdə hansı sahənin əməkdaş olmağına baxmayaraq vətənimizin dəyərli vətəndaşı olsun. Təşəkkürlər, minnətdarım.